Salam əziz dostlar. Bunlar lal ördək yumurtalarıdır. Hər gün 2 dəfə arasında 12 saat fərq olmaqla biz bunları çıxardırıq və həm yumurtalar havalanır, həm də yumurtaları əlimizlə çeviririk. Deməli, bunlar inkubatorda çox çətin çıxırlar. Lal ördəklər söhbət gedir. Amma bu vəziyyətdə inkubatora qoyduğun gündən axıra qədər davam edərsənsə və yaxşı da nəticə almaq olar. Deməli, yumurtanın əziz dostlar, birinci 3 gün çevirmirik. Hamısını bir tərəfinə bir plus çəkirik, bir tərəfinə minus. Stopu çevirəndə çaşmayasınız. Bax, əziz dostlar, bu artıq çevrilib, bir daha çevrilir, yarıya qədər qalıb. Bu da çevrilir. İndi sonra bu çevriləcək. Çevrilir. Ya bu da çevrilmir, yox. O kimi belə. Lal ördək çıxır 35-36 günə. Artıq görürsünüz. Titrəmə prosesi gedir. Titrəmə prosesi gedir. O prosesə baxmayaraq biz yumurtaları çeviririk. Baxın əziz dostlar. Yumurtaları qırıblar. Burada nə tərdi vəziyyət? Burada da maşallah. O kimi belə. Bəzi dostlar deyirlər ki, bu lal ördək barəsində çək. Görürsünüz əziz dostlar, lal ördəyin Azərbaycanda və dünyada çox azdır ferması. Ancaq bu işdə elm tələb edir. Çünki yəni elm odur ki, belə də əziyyətə qapılırsan, gündə 2 dəfə yumurtanı çıxardırsan, çevirirsən. Bunun inkubator, nə inkubatorla mən inşallah çəkəcəm sizə. Nə cür inkubasiya edirik. Deməli, inkubatoru burada, bu ümumi sırf lal ördək üçündür. İnkubator dayandırırıq. 12 polkadan ibarətdir. Hər polkaya 160-170 yumurta gedir. Bu ventilator dayansın. Tak. Baxın dostlar. 6, 1, 2, 3, 4, 5, 6 polka bura gedir. 6 dənə də polka bu üzünə gedir. Oşum, bu inkubator ancaq lal ördək üçündür. Birinci gündən daha 36-37-ci günə qədər, çıxış gününə qədər burada davam edir. Yəni onu belə inkubatora çox çətin çıxır. Yəni 20-30% çıxış alırsan, almırsan, o təcrübə olmalı ki, sən bir 20% çıxış alasan, o da gəlir müddət uzun olduğundan, o da gəlir vaxtında havalandırmayanda, o da gəlir 20% çıxış verir, onun da 1-2% itki olur. Yəni belə qalmırlar, sonradan ölürlər. Amma belə halda heyvan həm təmiz havalanır, həm bax burada dostlar, burada 4 partiya yumurta var. Onun 2 partiyası yumuşam, 2 partiyası yuyulub, özüm spitaniya üçün yuyulub, bu 4 dənə kaset yuyulub, bu 3 kaset isə yuyulmayıb ki, baxaq, yuyulan yumurtalarla yuyulmayan yumurtaların çıxış faizini özüm üçün spitaniyadan keçirəm. Bir dəfə keçirmişəm, yuduğum halda 90%, 92% çıxış almışam. Yəni, mən demirəm, siz yuyun, demirəm də yumayın. Yəni, bu mənim özüm üçündür. Bu çəkib sizin paylaşıram. Bu belə. Birinci 3 gün çevirmirəm, 3 gündən sonra da çıxış gününə qədər çevirirəm. Bu faydada, bu formada. Lal ördəyin inkubasiya dövrünün həyata keçirir. Yəni, bu qaydada. Oldu dostlar, sizləri də çox yormayayım, uğurlar. Hamınıza içimən qarşı.